İnsan bu məsələlər üzərində düşünə, Allaha etimad eləyə, Allaha söykənə, öz-özünə fikirləşə ki, mümkündürmü ki, Allah mənim əleyhimə iş görsün? Mümkündürmü Allah mənim əleyhimə iş görsün? Əgər elə deyilsə, onda ondan razıyam, hər bir halımda razıyam. Hər bir halımda razıyam. Gərək Allaha söykənəsən, ondan başqa heç nəyə söykənməyəsən. Nə cavanlığınıza söykənin, nə sağlamlığınıza söykənin, nə mülkünüzə, nə gözəlliyinizə söykənin, nə kresloya söykənin, nə dosta, nə tanışa söykənin. Bu söykənmək insanı istiraba salır. Filan yerdə mənim adamım var, o məsələni həll eləyəcək. Allah istəsə qarışdırmaq, istəsə aləmi bir-birinə vurmaq, ixtiyar onun əlindədir. İxtiyar onun əlindədir. O vaxt söykəndiyin hər şey aziz qalıb sənə baxır.